Onlardan biri Qala kəndindədir. Türkan, Şüvəlan və Qala gölü ilə əhatələnən Qala kəndi. Abşeron yarımadasının şimal-şərqində yerləşən bu kənd Odlar yurdunun qədim tarixini yaşadan abidələri ilə göz oxşayır. Mühafizə olunan yer. Adından da göründüyü kimi Qala kəndi bir zamanlar strateji əhəmiyyət daşıdığı üçün hətta 17-ci əsrin ortalarına qədər Nadiri Qala adlanır. Tarixin izini daşıyan abidələri ilə Qala bugün də Abşeronun zəngin güşələrindən sayılır. Tikdim ki, izim Qala deyib atalarımız. Görək qalamızda nələr qalır? Hələ 14-cü əsrdə Əl-Bakuvi yazırdı ki, Abşeron yarımadasında çoxlu kəndlər, hər kəndin özünün möhkəm hörülmüş müdafiə qalası var. Bu qalaların möhkəmliyinə görə Qala kəndi birinci olaraq seçilmişdi. Deməli, qala hələ orta əsrlərdə öz haqqında rezonans doğurmuş bir kənd imiş. 1940-1960-cı və 2000-ci illərdə arxeoloji qazıntılar zamanı tapılan daş kitabələr və onların üstündə olan şəkillər, sonra tapılan sınıq əşyalardan bizə imkan verir deyək ki, qalanın tarixi 5000-6000 ilə gedir, bizim eradan da əvvələ. Və bu qala sözü, yəni necə yaranıb? Tarixçilər, bir qism tarixçilər deyir ki, deməli, burada olan bu gördüyümüz qala ilə bağlıdır ki, bu qala sözü ilə bağlıdır, Qala kəndinin adı. Və bəzi tarixçilər də deyir ki, bu qələ sözü ilə, yəni fars mənşəli sözdür. Qələ sözü də farsdan tərcümədə taxılla, sümbül mənasını verdiyinə görə burada da deməli, bizə imkan verir deyək ki, burada taxılçılıqla, əkinçiliklə məşğul olub cəmaat. Burada dəmiyə torpaqlarda əkin əkiblər. Bu gördüyümüz bu qala deməli, Qala kəndinin ən hündür səviyyəsində tikildiyinə görə deməli, tarixçilər deyir ki, bu müdafiə xarakterli yox, müşahidə xarakterli qala olub. Buradan müşahidə ediblər. Toxunulmaz, alınmaz, müqəddəs dəbəli bir addır ki, Azərbaycanda nə şahlıqlar olubsa gələn, o şahlıqlar ancaq Qala kəndinə hücum olunmur, heç kəsə gəlmir, hücum eləməyiblər. Nadir Şahın dövründə, Nadir Şahın əmri ilə qaydını pozubdur, gəlibdir 14.000 baş at ixlisi olubdur. Onları hamısını aparırdı, kimin 2 dənə vardı, birini aparırdı. Sonra cəmaat işləyib, düzəldib, əkinlə, heyvandarlığı da artırıblar. Şura hökuməti gələndən sonra, Şura hökuməti tamamilə bütün bu kolxozlaşmaya görə kimin ki 500.000, 2.000 qoyunu var, hamısını alıb. Hələ 5 dənə, 10 dənə də alıb. O Xruşovun dövründə 5 dənə icazə verdilər. Üzr istəyirəm, uzun qulaqları diyeceğim. Uzun qulağı da, cəmaat bırakmışdı uzun qulağı da, hamısını. Yığdılar, aparlı kolxozu verdilər, kolxoz verdilər. O həmir heyvanlardan kolxozu da qalmadı. Qala kəndi hələ bir armudu, bir istəkandır nəlbişinin içində. Deməli, neçə kilometr Türkan kəndinə çatmaqdan ötəri dənizə oğududur yol. Qala tikdirib burada. Şuvalana çatmaqdan ötəri həmən yoldur. Dübəndiyə çatmaqdan ötəri, dənizdən çıxmaqdan ötəri. Qala yox, qələ, qəleli. Qəleli təxil deməkdir. Mənası təxil deməkdir. Qala kəndində Qalamaşdağa rayonu olub əvvəllər. Sonra olubdur Pirallahi rayonu olubdur. Sonra olubdur Əzizbəyov rayonu, hindi olubdur Xəzər rayonu.
Qala kəndi 1936-cı ildə qəsəbə statusu qazanıb. Bura tarix, mədəniyyət, memarlıq abidələrinin cəm olduğu yaddaş kitabına bənzəyir. Qala sakinləri bu yaddaşın fərqindədirlər. Əsrlərlə göz bəbəyi kimi qorunub bu günümüzə yetişən abidələr qalalıların fəxri, qürurudur. Qədim Abşeronda 32 kənd olub və hər bir kəndin gördüyünüz kimi bax belə qalaları olub. Bu kəndin qalası da müdafiə və müşahidə məqsədləri ilə inşa edilmişdir və 14-cü, 15-ci əsrlərə aid edilir. Qəsrin içərisində istehkam mövcuddur, 17-ci əsrə aid edilir, mədrəsə kimi, məscid kimi də istifadə olunmuşdur. Hal-hazırda muzey ekspozisiyası yaradılıb və gələn ziyarətçilərin böyük marağına səbəb olur. Qala kəndində 3 hamam var. Şor hamamı kəndin cənub hissəsində Duz gölünün yaxınlığında tikilib. İndi Şor hamamından yalnız özül qalıb. Digər hamamlardan biri isə qum hamamıdır. Uzun müddət torpaq altında qalan qum hamamı uzaqdan yer altından çıxmış mədəni təbəqə kimi diqqəti cəlb edir. Qala kəndində bir neçə dənə hamam olub. Çox qədim hamamlar olub. Bu bir dənə qum hamamıdır, yanında dayanmışıq. Onun tarixi bilinmir. Hələ qələnin öz tarixini də hələ çox dəqiq bilən yoxdur. Gedir çıxır, 5000 il bundan qabağa gedir çıxır, bəlkə də ondan o yana. Sonra Qala kəndində odanlar da olub. Kəndin özündə su ki çıxmayıb, saxsı borularla uzaqdan Haşaxone deyilən yerdən su saxsı borularla çəkib götürüblər bura odanlara. Quyular tikiblər, burada ambar kimi istifadə ediblər. Bu qum hamam da belədir da, bunun nə ilə qızdırıblar bunu bilinmir. İngiltərədən mütəxəssislər gəliblər, çox baxdılar bura, maraqlandılar ki, bunun necə olub ki, bunun bu boyda hamamı necə qızdırıblar. Dünyada ilk hamam harda yaranıb görəsən? Yəqin ki, bu sualın konkret bir cavabı yoxdur. Amma hamam şərq mədəniyyətinin, sivilizasiyasının ayrılmaz bir hissəsi olub və yəqin ki, bunu heç kim inkar edə bilməz. Türk səyyahı Cəlal Əsəd yazırdı ki, hamamlar müsəlmanlar üçün məscidlər kimi lazımdır. Paklıq və təmizlik rəmzi sayılan hamamların Abşeron memarlığında öz yeri var. Qaladakı qum hamamı yer səthindən 2 metr aşağıda tikilib. Yuxarıdan baxanda hamamın çox da kiçik olmadığını, böyük bir sahəni əhatə etdiyini görürsən. Kətdə çoxlu odanlar olub, bu da əl quyuları olub buralarda. Hər kəsən buradan borularla çəkib haytını su aparırlar. Kəndin yuxarı əlində su yoxdur, ancaq bu əllərindədir. Hər kəsən burada bir dənə quyu qazıyıb, buradan su çəkib aparıb haytında istifadə edirlər bu gökü. Hamam mədəniyyətin bir hissəsi kimi orta əsr abidələri içərisində xüsusi maraq oyadır. Paklıq və təmizliyin rəmzi sayılan hamamlar Qala kəndində də az deyil. Qarşısında dayandığımız Bayraməli hamamı kənddəki qədim hamamlardan biridir. El arasında bu hamama Cümə hamamı da deyirlər. Qarşısında dayandığımız hal-hazırdakı hamam Bayraməli hamam sayılır bu. Çox qədimi hamamdır bu, 140-150 yaşı var. Bu hamam işlək hamam olur vaxtıykən, indi bağlı qaldığına görə biraz fəaliyyəti dayanır. Burada 3 hamam olub, fəaliyyət göstərib vaxtıykən. Deməli, biri qum hamamıdır ki, bu qum hamamı hamam kimi istifadəsindən başqa da orada dincəlmək üçün otaqlar da görünür. Yəni, onların özülü qalır. Yəni, ikinci hamam
Şor hamamıdır ki, o Şor Duz gölünə yaxın tikildiyinə görə, suyu şor olduğuna görə şor hamamı deyirlər. Və ikinci də bunun suyu malıcəvi olub. İnsanlar yəni bundan malıcəvi su kimi istifadə edirlər. Üçüncü hamam Bayraməli hamamıdır ki, yəni o bu axır illərə kimi fəaliyyət göstərib, ondan xalq istifadə edirdi, kənd cəmaatı. Toylar vaxtı yəni beylər o hamama gəlirdi. Deməli, onun üstündə olan daş kitabədə yazılıb ki, 1881-ci ildə bərpa olunub bu hamam. Deməli, belə çıxır ki, onun tikilmə tarixi haqqında məlumat yoxdur. Belə çıxır ki, onun tikiliş tarixi daha qədimdir. Bu kənddə qədim məhəllələr var. Hər məhəllənin də ayrıca məscidi olub. Bu məhəllələrdən Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd bu günə qədər qalmaqdadır. Qala kəndini tanımaqdan ötürü, bilməkdən ötürü onun hörüş yerlərini bilmir. Torpaq sahələrini öyrənmək lazımdır. Hələ dədə-babalardan bizə yadigar qalıb bu adlar. Təmərüst böyük ərazi, heyvandarlıq üçün qış otlaqlığı ediblər. Qışda qışlaq kimi gediblər ora, sonra da gəliblər bura yaylaqda. Təmərüst də Mərdikanın altı ilə, Buzonunun üstü ilə, Məştəqin altı ilə belə gedir. Aeroport var, indiki mülki aeroportumuz var. O da Təmərüstə daxildir. Gəlir, çıxır Surxanın altından, Zığın altı ilə gedir Hövsan. Ora Paraqat deyirlər. Paraqatdan sonra gəlir Qeysidindir. Qeysidindən sonra Qoratdır. Ora xır yerləri olubdur. Cəmaat hamısının torpağa gediblər, orada xır əkiblər. Kartofun, soğanın, hər nə edət olarmış. Keçirik asfaltdan bu yana Dərəçal adlanır. Sonra Dərəçaldan sonra düşürük aşağıya Biyanlıq adlanır. İndiki karyerin altı. Dəniz Qoltuq adlanır orada. Kötərlidən sonra gedib çatırıq artıq Mayaxa. Allah rəhmət eləsin Şəms Əsədullayevin köməkliyi ilə o mayaq düzəlib, tikilib. Mayaqdan sonra keçirik Şövlanlıq adlanıb bu ərazi. Şövlanlıq adlanıb, həmin Şövlanlıq ki, bugün Şövalan adlanır. Bütövlükdə bu torpaqlar ki saydım, onlar qala adlanır. O həmin torpağın adı ilə də qala, bu kəndin adı qalıbdır. 6000 il tarixi var bu qala kəndinin. Pirlər olub burada çoxlu. Hal-hazırda məsciddir, bu işləmir. Ancaq bərpa eləyiblər. Sonra burada qala kəndini qoruq eləyiblər. Çıxış eləyən bir nəfər söhbət elədi. Mən də onu eşitdim, dinlədim bunu. Dedi ki, Həsən abi Tağıyev 17-ci ildə carçı car çəkirdi. Mən də soruşdum ki, dədə carçı car çəkirdi, nə deyir? Deyir ki, Həsən abi Tağıyev gələcək qala kəndinə. Mən də atama dedim ki, mənə də apar. Mən də gəldim atamla. Bir də gördük ki, qala kəndinə faytonlar gəlir. Həsən abi Tağıyev düşdü faytondan. Bunun müşahidə eləyənlər vardı. Dedi ki, mən istəyirəm ki, bu qala kəndində 2 dənə məktəb açım. Bir qızlar məktəbi açım, bir oğlanlar məktəbi açım. 17-ci ildə. Bir nəfər dedi ki, olmaz. Soruşduğumda ki, nöş olmuyor. Onda icazə verdilər deyir, 2 dənə məktəb açdı. Biri qızlar məktəbi qala kəndində, biri də oğlanlar məktəbi. Qala kəndinin böyük bir qəbristanlığı var. Qədim sərdabələr, sənduqa qəbirlər uzaq keçmişin izini yaşadır. Yaxın tariximizin cəsur qəhrəmanlarının uyduğu şəhidlər xiyabanı isə hazırda ölkəmizin bütün şəhər və qəsəbələrində mövcuddur. Vətən uğrunda canından keçən oğulların uyduğu müqəddəs məkanlar hər bir kəsin ziyarət anlı yeridir. Burada tarixi 800-850-900 ilə yaxın yəni bir qəbirlər var, sərdabələr, kurqanlar var, samanlıqlar, abdanlar var ki, tarixi 650-700 ilə çatır.
keçmişdə belə bir adət-ənənə olub ki, insanlar vəsiyyət ediblər ki, bizim gələcəkdə qəbirlərimizi açıb, onları müqəddəs şəhərlərə, Kərbəla şəhərinə, Nəcəf şəhərinə, Məşhəd şəhərinə aparsınlar. Və bu bina da həmçinin qiblənaamə sayılır. Ona qiblənaamə deyilir ki, 650 ilə yaxın tarixi var və Qalı kəndinin sakinlərindən biri o vaxt onu tikibdir, bina eləyibdir. Və zaman da həmən o vəsiyyətnamələrə müstəqillik dönəmində bəzi insanlar əməl elədilər. Vəsiyyətlər olunar ki, qəbirlər ki var ki, onları aparmaq lazımdır, müqəddəs şəhərlərə apardılar. Bir qismi də qaldı və bu ən qədim və ən böyük qəbristanlıqlardandır ki, burada hətta Nadir Şah Əfşarın Azərbaycana gələndə özü ilə götürdüyü əskərlər və digər ki, onun ordusunda heyətlər olubdu, heyət nəfərləri. Bu Qala qəbristanlığında 1-ci və 2-ci Vətən müharibəsinin şəhidləri də dəfn olub həmçinin o cümlədən. Onlardan da 1-ci Qarabağ müharibəsində şəhid olanlar harasa 4-ü 5-i burada mövcuddur, Qala qəbristanlığındadır. Onlardan 1-ci Qarabağ müharibəsində şəhid olan 237 saylı orta məktəbində onun adını daşıyır şəhid İlqar Muradov və həmçinin də 2-ci Qarabağ müharibəsində 16-17-yə yaxın şəhidimiz olubdur Şualan və Qala kəndindən. Onların da 6-7 dənəsinin qəbri burada Qala qəbristanlığında mövcuddur. Qala kəndi həm tarixən, həm də mədəni irsinə görə seçilir. Bu kənddə tarixən 6 məscid olub. Hərəsi bir əsrin yadigarı olan məscidlər kəndin müxtəlif yerlərində, müxtəlif məhəllələrində yerləşir. Memarlıq plan quruluşuna uyğun bir şəkildə inşa edilən məscidlər kəndin ümumi mənzərəsini tamamlayır. Olduğumuz Qala Cümə məscididə 1904-cü ildə Hacı Məhəmməd Hüseyn və Hacı Ağa Hüseyn Məşəd Məmmədiyar oğlanlar tərəfindən tikilib. 1911-ci ildə tikilişi sona yetirilib və Sovet hökumətinin inqilabından sonra bu məscid taxıl anbarı kimi, əskər kazarması kimi istifadə olunub və sonradan müstəqillik dönəmində bütün məscidlər kimi bu Qala məscidi də açıldı, təmir olundu və bu təmirdə də kənd cəmaatının yaxından köməkliyi olub və möminlərin istifadəsinə verildi və keçən ildə yenidən bir də cari əsaslı təmir olundu. Yenə də Şualan cəmaatının, Qala cəmaatının möminlərin köməkliyi ilə, yardımı ilə və eyni zamanda da bu Qala məscidi digər məscidlər kimi bu Qala kəndində Qala etnoqrafik muzeyi tərəfindən qorunur, mühafizə olunur. Qala kəndinə taxıl kəndi də deyirlər. Bu kəndin iqlimi və torpaq şəraiti təsərrüfat və əkinçilik üçün əlverişli olub. Kəndin zəhmətkeş insanları taxıl və pambıq becəriblər. Maldarlıq və qoyunçuluqla məşğul olanlar isə əsasən tərəkkəmələr olub. Qala cəmaatı qoyunçuluqla məşğul olub. Bizim qoyunların da adı bu gün də elə fəxrlə, yəni biz deyə bilərik ki, qala qoyunu, qala qoçu. Demək olar ki, bu bir brenddir bu. Deməli, bizim qala qoyununun yunu, əti, südü keyfiyyətinə görə və heyvanın ət verimi yüksək olduğuna görə bu gün də elə qala qoçu adı çəkilir. Sovet dövründə bu heyvanları dövlət, kolxoz-savxoz dövründə deməli, bu yuna tələbat çox idi, ətə tələbat çox idi, xalqın tələbatı. Qoyunçuluqla bağlı ki, dövlət, kənd təsərrüfatı qərarı aldılar ki, bu qala qoyunçuluğunu artırmaq üçün bölgələrə verdilər bundan, damazlıq kimi. 1-2 il, 3 il keçəndən sonra baxdılar, gördülər ki, yox, bu özün doğrulmadı. Bu heyvanlar cırraşdı, istənilən nəticəni vermədi. Niyə? Əlyağa kişi vardı. O dedi ki, abala biz sizə qalanın heyvanını verdik, qoyununu. Otu ilə havasını vermədik ki, bu niyə başqa kəndlərdə olmurdu bu formada? Ancaq qalaya məxsus idi. Qalanın torpağı gilli torpaqdır.
Burada bitən ot yağlı olardı, keyfiyyətli. Və qoyun o otu götürəndə, yeyəndə, dişi ilə kəsəndə kök qalardı torpaqda, çıxmazdı, gilliydi, bərkdi, yağlı olurdu. Amma məsəl üçün gələrsən indi bizim Şulalan kəndində, başqa kəndlərdə otu heyvan yeyəndə görərsən kök qarışıq çıxır ağzına, torpaqlı olur. O keyfiyyət yoxdur. Yəni qalanın havasına, otuna görə, torpağına görə oldu qala qoyunu. Gəzməli, görməli abidələri ilə zəngin qala bizi keçmişə, qədim dövrlərə səyahətlə ofsunlayır. Sehirli bir aləmə aparır sanki. Gözünü necə deyərlər, yumub açırsan vaxt yetişir. Sözümüzü burada bitirməli olsaq da, qala ilə tanışlığımız yekunlaşmayıb. Növbəti sayımızda görüşənə dək deyib sizdən ayrılırıq. Hələlik.